Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz Qur'an-ı Kərimdə yer alan etiqadi ayələr barəsində idi. Ötən bəhslərdə biz dedik ki, Qur'an-ı Kərimə yanaşmalar metod cəhətdən fərqlənir. Məsələn, bəzi müfəssirlərin Qur'an-ı Kərimə yanaşma metodu ədəbi, bəzilərinki fiqhi, bəzilərinki fəlsəfi, bəzilərinki irfani və bu metodlar özlüyündə Qur'an-ı Kərimin təfsirinə də öz təsirini qoymuşdur və nəticə olaraq bəzi təfsirlər kəlami metod əsasında təfsir edilmişdir, bəziləri fiqhi metod əsasında, bəziləri fəlsəfi və yaxud irfani. Biz dedik ki, bizim əsasən müzakirə edəcəyimiz kəlami təfsir metodudur. Kəlami təfsir metodunun ən xülasə mənalarından da biri budur ki, biz Qur'an-ı Kərimdə yer alan etiqadi ayələri müzakirə edək. Bildiyiniz kimi, Qur'an-ı Kərimin ayələri mövzular baxımından müxtəlifdir. Qur'an-ı Kərimdə əhkama aid, tarixə aid, ictimai məsələlər, fərdi əxlaq və s. kimi mövzular var. Və eyni zamanda bu mövzulardan da biri etiqadi məsələlərdir. Allahşünaslıq, peyğəmbərşünaslıq, imamət və eyni zamanda məad və bunlara yaxın mənalar. Bunlar olur Qur'an-ı Kərimin etiqadi ayələri. Və eyni zamanda ötən bəhslərdə biz dedik ki, Qur'an-ı Kərimdə yer alan etiqadi ayələri daha düzgün, doğru təhlil etmək üçün biz Qur'an-ı Kərimin nazil olduğu dönəmə bir nəzər salmalıyıq. Ümumən Ərəbistan yarımadasında din olaraq hansı dinlər mövcud idi və eyni zamanda Qur'an-ı Kərim bu dini qrupların hansına işarə etmişdi. Və dedik ki, belə deyil ki, Ərəbistanda yalnız və yalnız bütpərəstlik var idi və Qur'an-ı Kərim yalnız bu bütpərəstliklə mübarizə aparırdı. Bəli, bütpərəstlik onların etiqad etdiyi, inanc bəslədiyi əsas din idi. Amma belə deyildi ki, yalnız və yalnız din deyildikdə büt və bütpərəstlik nəzərə çarpır. Hər bir halda biz Ərəbistan yarımadasının dini məsələlərini və eyni zamanda onların etiqadını bilmək üçün, ələ gətirmək üçün belə bir sual formalaşar ki, biz hansı mənbələrə müraciət etməliyik və bu mənbələr bizə nə qədər doğru məlumat verə bilər. Ümumilikdə tarixçilər bildiriblər ki, biz Ərəb tarixini iki formaya bölə bilərik. Onlardan biri Ərəb tarixi İslamdan əvvəl ki, bu dönəm cahiliyyət dönəmi adlanır və İslamdan sonraki İslamın zuhuru ilə artıq Ərəb dünyası və eyni zamanda bütün dünyada bir yenilik və yeni mədəniyyət, yeni dəyərlər formalaşmağa başlamışdır. Amma sual budur ki, biz cahiliyyət dönəmini tam olaraq tətbiq etmək üçün və eyni zamanda bu dönəm barəsində doğru düzgün məlumat əldə etmək üçün əlimizdə hansı mənbələr var və məxsusən ərəblərin dini barəsində, dini görüşləri barəsində biz hansı mənbələrə müraciət edə bilərik? Ümumilikdə biz deyə bilərik ki, Tövrat və İncil bir qədər cahiliyyət dönəmində və eyni zamanda ərəblərin dini barəsində bizlərə məlumat verə bilər. Baxmayaraq ki, bunlar təhrif olunub və bəzi mövzuları aradan gedə bilir, amma mövcud Tövrat edə bilər bizə hər hansı bir bu barədə köməklik etsin. Eyni zamanda Yunan və Roma müəlliflərinin əsəri də bizə bu barədə köməklik edə bilər. Yəni miladdan əvvəl və İslamdan əvvəl yaşamış müəlliflər və bu müəlliflərin əlimizə gəlib tutan kitabları edə bilər, bu barədə bizə məlumat versin. Məsələn, əsasən düzdür, Yunan və Roma müəlliflərinin əsərləri daha çox coğrafi cəhətdən yanaşıblar. Məsələn, Ərəbistan yarımadası harada yerləşib, onun iqlimi və s. hansı formada olub, bu barəyə toxunublar və demək olar ki, onların dini barəsində bir o qədər geniş məlumat əldə edə bilmərik. Məsələn, Strabon adlı bir müəllif var, eramızdan əvvəl yaşamışdı. Bu özünün geoqrafik əsərində 17-ci bəxşində Ərəb yarımadası barəsində məlumat verir. Üzr istəyirəm, daha doğrusu 16-cı hissəsində Ərəb barəsində məlumat verir və daha çox
Ərəbistanın iqliminə toxunur, iqlimi hansı formada olmuşdu, evləri, yaşayışları hansı formada olmuşdu və burada demək olar ki, onların dini barəsində gözə çarpacaq hər hansı bir məlumat yoxdur. Üçüncü mənbə İslam tarixçilərinin əsəridir. Yəni İslam tarixçiləri İslamın zuhurundan sonra yaşamış və İslamdan əvvəlki dönəm barəsində hər hansı bir məlumat əldə etmişdilər. Bunlar arasında yer alan ən məşhur kitab, yəni biz edə bilərik ki, bu kitaba əsasən ərəblərin dini görüşü barəsində məlumat əldə edək. Hişam İbni Əl-Kəlbinin yazdığı Kitabul Əsnam əsəridir. Kitabul Əsnam adından məlum olduğu kimi bütlər barəsində, yəni ərəblərin etiqadı və eyni zamanda bütlərə niyə, nə üçün, hansı səbəbə və bütlərin mahiyyəti nə idi, bu barədə əsər yazıb və demək olar ki, öz mövzusunda tanınmış kitablardan biridir. Təbii olaraq Hişam İbni Əl-Kəlbinin bu adı keçən əsəri o qədər də bizə doğru və səhih məlumat verməyə bilər. Çünki kitabın bəzi yerlərində görürük ki, bunun verdiyi məlumat özünə məxsusdur. Yəni digər tarixçilər bunu gətirməyib və eyni zamanda Quran ayələri ilə və digər mənbələrlə təzad təşkil edir. Dördüncü mənbə biz edə bilərik bu mənbələrə müraciət edərək Ərəbistan barəsində və onların dini görüşü barəsində məlumat əldə edək. Arxeoloji tapıntılardır. Arxeoloji tapıntıları əsasən şərqşünaslar aparmışdır. Şərqşünaslar da arxeoloji tapıntılar nəticəsində müəyyən bir məsələləri, müəyyən bir mövzulara çalışmışlar ki, işıq tutsunlar. Amma arxeoloji tapıntılar da bir o qədər gerçək təfsirə ehtiyacı var. Yəni hər hansı bir məsələn tapıntını biz doğru düzgün başa düşmək istəyiriksə, təbii olaraq onun barəsində başqa bir məlumat da lazımdır. Bir tapıntıdan və yaxud saxsı qabdan hər hansı bir geniş formada bir məsələni əldə edə bilmərik və yekun olaraq ən sonuncu mənbə Qur'an-ı Kərimdir. Bəli, Qur'an-ı Kərim tarix kitabı deyil, tarixi məsələləri ardıcıl, sistemli şəkildə gətirməyib, tarixə ibrət formasında baxıb və tarixdən ibrət almaq üçün nəql edib. Amma biz edə bilərik Qur'an-ı Kərimin ayələrini mehvər qərar verərək digər məsələləri də araşdıraq. Heç şübhəsiz Qur'an-ı Kərimdə də bütpərəstlik və ərəblərin digər etiqadları barəsində də mövzular yer alır. Keçən bəhsdə biz buna qısa olaraq işarə etmişdik. İstərdim burada biz Qur'an-ı Kərimin baxışından bütpərəstlik və büt anlayışına baxaq. Bundan əvvəl mən ilk növbədə istərdim ki, büt sözünün mənası barəsində qısa olaraq izah verəm. Bildiyiniz kimi büt sözü Azərbaycan dilindən fars dilindən keçib. Fars dilindəki bu söz isə bir neçə ehtimala dayanır, büt sözünün mənasındadır. Bəziləri bunu Buddaya, yəni Budda dininə bağlı olduğunu bildirirlər. Bildiyiniz kimi Buddizm, yəni heykəllər üzərində, büt üzərində bir dindir və büt sözünü də Buddaya nisbət verirlər. Bəziləri isə büt sözünü put mənasını verən div mənası ilə əlaqələndiriblər. Məsələn, Avesta kitablarında Avesta'da bu keçməkdədir. Div, yəni şərvarlıq mənasında işlənir. Hər bir halda büt, yəni bizim dilimizdə belə başa düşülür ki, insanlar ona hər hansı bir niyyətlə ibadət edir və büt insan forması, təbiət hadisəsi və yaxud hər hansı bir təbiət obyekti ola bilər. Bəs yaxşı, Qur'an-ı Kərimdə büt anlayışı hansı formadadır və Qur'an-ı Kərim bu məsələni hansı formada, hansı mənada işlədir? Bu barədə inşallah gələn bəhslərdə siz əzizlərlə müzakirə edərik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.